Eyni tektonik zonaya uyğun gələn relief formalarının verildiyi variantı müəyyən edin. Bildiyimiz kimi Azərbaycan ərazisi 5 dənə tektonik zonaya bölünür ki, hansı ki o tektonik zonalardan ikisi qalxmalara, üçü isə tektonik əyilmələrə uyğun gəlir. Demək, bəndlərimizə nəzər salaq. Demək, Qarı yazı, Qanı Xərçə, Talış. Burada Qarı yazı, Qanı Xərçə kiçik Kürd tektonik çökməsinə, amma Talış isə Kiçik Qafqaz qalxmasına aid olduğuna görə demək ki, burada hər üçü eyniyə uyğun gəlməli. Növbəti bənddə Səlyan, Cənub-Şərqi Şirvan, Muğan. Bunların hər üçü Kür-Araz ovalığının ərazisinə və eyni zamanda Kür tektonik çökməsinə uyğun gəldiyindən biz demək doğru bəndimizi artıq tapmış olduq. Digər bəndlərimizə də nəzər salaq. Demək, Muğan, Şirvan, Qarabağ hissəsi. Burada Muğan, Şirvan, Kür çökməsi aid olsa da, Qarabağ hissəsi Kiçik Qafqaza aiddir deyə bu da yanlış bənddir. Növbəti də Samur Dəvəçi, Qusar, Mali, Lənkəran. Samur Dəvəçi burada əsasən Ön Qafqaz çökməsi. Qusar Malin isə böyük bir hissəsi Böyük Qafqaz qalxmasına aid olsa da, müəyyən bir hissəsi Qafqaza aid olur. Amma Lənkəran isə Kür çökməsinə aiddir deyə ümumiyyətlə bu bənd də yanlış bənddir. Növbəti bənddə vulkanik yayla, bu Kiçik Qafqaz qalxması, Qanıq Əyriçay Kür tektonik çökməsi və Mil də Kür çökməsinə aiddir. Burada da yenə hər üçü eyni əraziyə uyğun gəlmədilər. Bu da yanlış bənddir. Dediyimiz kimi doğru bəndimiz Səlyan, Cənub-Şərqi Şirvan və Muğan düzü oldu.